Bismillahirrahmanirrahim. Bir daha hər birinizi salamlayıram əziz mümin, müsəlman bacı qardaşlarımız. Allah bu ayda bizləri bağışlanmışlardan qərar versin inşallah. Allahın sevimli bəndələrindən bizləri qərar vermiş olsun. Ramazan ayı bildiyimiz kimi insanın nəfsinin ram etməsi üçün böyük bir fürsətdir. Yani bir insan bu mübarek ayda eğer olduğu kimi istifade edebilse rahatlıkla öz nefsini ram edebilir. Diğer aylara baktıkta bu ayda Allah Teala müəyyən belə deyək rahatlıklar insan için koyulub veya müəyyən amnist qərar verib insan için ki odur insan özünü ıslah etmesi için, nefsini ıslah etmesi için büyük bir fürsətdir. Mesela hədislərdə qeyd olunur Allah Teala bu ayda şeytanın əllərin zəncirləyəcək. Bir növ insanın nəfsini ram etməsi üçün bir rahatlıq var. Bir var düşmənin əli açıq ola, yəni mübarizə aparmaq gücü ola. Bir də var Allah sənin düşməninin gücün qismən də olsa almış olur. Bu ayda Allah Teala cəhənnəmin qapılarını bağlamaq vədəsini verir və cənnətin bütün qapılarının açıq olduğunu vədəsini verir. Xoş o insanın halına ki bu mübarək ayda və bu mübarək ayın günlərin hər anın fürsət bilib öz nəfsini ram etmiş olsun. Əmirul Müminin Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağada buyurur ki ey Allahın bəndələri sizə təqvalı olmağı tövsiyə edirəm. Baxın Qur'anın da hədəfi bütün ayələrin demək olar o ümid verici ayələr və ya xəbərdarlıq olan ayələrin sonuna baxsaq Allah təqvadan danışır. Yəni hədəf burada insanın təqvalı olmasıdır. O da Əmirul Müminin də buyurur ki ey Allahın bəndələri sizə təqvalı olmağı tövsiyə edirəm. Və öz nəsihətləri ilə üzr yolunuzu sizin üzünüzə bağlayan nəfsdən pəhriz etməyi sizə tövsiyə edirəm. Ki baxın nəfs insanda belə bir hal yarada bilər ki nəfsi istəklər insan üzr istəmək, istər Allahdan, istər bəndədən, yəni bir günah iş gördükdə həmən o üzr belə də yollarını insanın üzünə bağlamağa səy edəcək və insanda bir ümidsizlik ruhu yaradacaq. O sizi alçaq və xar edəcək. İnsanı ucaldan da insanın belə deyək nəfsidir. O halda ucalda bilər ki insan nəfsini ağlına ram edə bilər. Vay onda ki insan ağlını nəfsinin ixtiyarında qoya. Əmirul Müminin kəlamına əsasən buyurur ki o sizi alçaq və xar edəcək. Gözəl bir aydır, bərəkətli bir aydır. İnsanın nəfəs almağı belə deyək təsbihdir, zikirdir. İnsanın yatmağı da ibadətdir. Nəfs necə insanı görürsünüz onu əksinə insana tanıtdırır. Gözəl bir neməti insan üçün sadəcə ac qalmaq və ya boş işdir, nə bilim kimdən söz gəlib yetişib, nə bilim kim xəbər verib sizə, bu cür vəsvəsəli sözlərlə görürsünüz insanın qəlbində bir fikir formalaşır, amma nəticə etibarıyla bunu insanı bu yola vadar edən nədir? Bizim nəfsimizdir ki istəyir insanın ağlını insana ram etmiş olur. Allah'ın verə öz izzət-i cəlına Allah Teala bizləri nəfsimizi ağlımıza tabi etməyi bizlərə nəsib etsin inşallah.